Axşamınız xeyir, gündəm tamaşaçıları və izləyicilərimiz. İlk kimi çox aktual və gündəmlə bağlı mövzular haqqında yığışmışıq. Hər zamanki qonaqlarımızı sizə təqdim edirəm. Azərbaycan Pedaqoji Universitet alimi Kənan bəy Mustafayev. Salam aleyküm. Növbəti qonağımız isə Azərbaycan Respublikasının OED elmləri üzrə, yəni ki, Ostraq elmləri doktoru Harun bəy Mustafayevdir. Deməli, mövzularımız təbii ki, gündəmdə olan Amerikanın, Səudiyyə Ərəbistan, İsrail və İran arasında olan gərginlik və Ayətullah Xomeyninin ölüm xəbəri ilə açmaq istəyirəm. İstərdim birinci mövzularımız haqqında, yəni sizin nə cür yanaşmağınızı mən istəyərdim bilim. Kənan bəy, yəni bu Amerikanın İran və Səudiyyə Ərəbistan haqqında olan gərginliyi və müharibəsi bir sözlə, yəni ki, təzyiq göstərməsini siz nə dərəcədə qiymətləndirirsiniz? Ümumiyyətcə, mənə görə müharibə çox pis şeydir. Biraz yüksək tonda. Ümumiyyətcə, mənə görə müharibə çox pis şeydir. Təbii ki. Yəni, mən çox üzrə müharibələrə zadə baxmıram, amma məlumatlarım biraz var. Biraz yüksəkdən danışın. Amma o İranla Amerikanın müharibəsi çox məntiqsizdir. İranla İsraili başa düşdüm, amma Amerika aradan çıxdı, Dubay çıxdı. Yəni, siz deyirsiniz ki, yəni Amerikanın bu məsələyə yanaşmağı çox yersiz və yəni birmənalı bir qərardır. Düzgün vurğuladınız ki, təbii ki, müharibə çox pis şeydir. Həm istər siyasi dərəcədən, həm insanların həyatı dərəcəsindən, həm digər tərəflərdən müharibə heç də yaxşı bir şey deyil. Mən deyərdim ki, hətta dünya müharibəsinin olmağı yəni çox yüksək dərəcədə yəni ehtimal var. Ümumiyyətlə 2023 girəndən 2026-cı ilə kimi yəni heç də yaxşı şeylər baş vermədi. İstər yəni Maduro'nun bir anda həbs olunması, istərsə də ondan sonra davam edən İranda ixtişaşlar və bunun da məntiqi sonluğu olduğu kimi, yəni bir neçə ölkənin bir-birinə qarşı durması. Mən hətta fikirləşirdim ki, yəni gələcəkdə daha da, yəni bu illər ərzində daha da işbirlikləri, böyük strateji bir addımlar baş verə bilər, amma bunun tam tərsi oldu. Yəni yaxşı tərəfdən, yəni strateji addımlar ola bilər, amma bunun tam tərsi oldu. İndi isə keçirəm növbəti qonağımıza. Harun bəy, sizin hal-hazırda təhsil haqqında görüşləriniz, yəni məşğələlərdə olan sizin bildiyim qədərilə artıq sizə məşğələlərdə riyaziyyat və həndəsə elmləri üzrə də dərslər verilir. Riyaziyyat, əlifba. Əlifbadan sonra ana dili. Riyaziyyat haqqında, yəni riyaziyyatdan keçirlər nəsə? Riyaziyyatdan? Hə, keçirlər. Gəlsə kiçik bir, qısa bir, asan bir sual verim, yəni onu tapa biləcəksiniz. Nə? Sual versəm, yəni tapa biləcəksiniz. X üstəgəl Y bölünsün onun kosinusu neçə eləyir? Belə üstədə kim soruyor? Yaxşı, 3 üstəgəl 3 nə qədər eləyir? 6. 6. Kifayətdir, təbriklər. İndi isə növbəti mövzularımız ondan ibarətdir ki, bugün Azərbaycan Respublikasında gündəmi zəbt edən daha bir mövzular var. Mövzumuz incəsənətlə bağlıdır. Düzdür, əslində ona mən incəsənət deməzdim. Yəni son günlərdə peyda olan müğənnilərin çox belə absurd çıxışları, telekanallarda yayımı qadağan olunan Ergiz və Tolekin verilişləri. Siz bu haqda yəni nə fikirləşirsiniz, nə düşünürsünüz, görüşləriniz nədir? Azərbaycan televiziya yayım şirkətləri haqqında, televiziyalara çıxartdığı insanlar və etdikləri mövzuların keyfiyyəti baxımından. Başda deyirəm, Azərbaycanın kanalları verilişləri həqiqətən qəşəngdir. Amma müğənnilərin nədənsə öz başına özünü buraxmış. Yəni çox müğənniləri belə yaxşıdır, amma özlərini çox buraxırlar. Yəni Azərbaycan televiziyasında yəni çox belə mənfi şeylər göstərilir. Cəmaata yaraşmayan bir şeylər, uşaqlara uyğun olmayan.
Bəli, əksəriyyət insanlar onları düşünür. Mən hətta belə düşünərdim ki, yəni o verilişlərə baxan, o şeylərə dəstəkləyən insanların da keyfiyyətinin kəmiyyəti elə həmin verilişdə olan istər qonaqların, istər aparıcıların keyfiyyətinin necə deyim, bariz nümunəsidir ki, yəni belə deyək də, yəni sən əgər nəyəsə baxırsan, ondan ləzzət alırsansa, sənə maraqlı gəlirsə, deməli sənin beyninin ehtiyacı maksimum elə şeylərədir. Və təhsil haqqında həmişəki mövzumuz, yəni ki, bu olub. Yəni təhsil haqqında siz nə fikirləşirsiniz bu gün? Təhsil haqqında bizim bir dənə məktəbimiz var idi, 21 nömrəli tam orta məktəb. 12-ci mikrorayonda Prağanlar. Ora təmir gedirdi, nədənsə bizi köçürdülər. Türk liseyinə təmirə görə. Lisey deyirlər, liseyin hayı gedib vay qalıb. Belə lisey olar, lisey... Şəraiti yəni çox pis vəziyyətdədir. Pis vəziyyətdədir. Kafelləri görürsünüz qırıq-qırıq. Kombilər yazıq-yazıq, divarlar qırıq-qırıq. Bir məktəbdə heç... Əsəbləşmə. Bufet nədir? Ondan da yoxdur. İdman zalı yoxdur. Buradan biz Təhsil Nazirliyinə üzümüzü tutub deyirik ki, yəni vaxtımız olanda zəhmət olmasa Azərbaycanda nəinki Sumqayıtda olan liseylər və məktəblər, ümumiyyətlə Azərbaycan Respublikasında bütün təhsil ocaqlarına maksimum dərəcədə nəzəriniz və dəstəyiniz olsun. Çünki yəni gənclərin bugün təhsil almağı, düzgün şəraitdə təhsil almağı və düzgün təhsil almağı gələcəkdə insanlığın yəni daha yaxşı təkmilləşməsi və daha müsbətə irəliləməsi üçün böyük addımlardır. Yəni böyük ehtiyac var buna. 21 nömrəli məktəb həqiqətən də görürəm. Yanından keçəndə görürəm. Bizim servislər var da, Türk liseyində aparıb gətirirmişsiniz. Orada da biz 522 ilə gedəndə görürəm ki, çox qəşəng tikiblər də məktəbi. 21 nömrəli meydançanın, futbol meydançasının həqiqətən də çox qəşəng eləyiblər. Otları zadı, çox qəşəngdir. Əvvəl meydançanı görürdünüz, beton idi, diri beton idi. Daha bir dənə uşaq yıxılmışdı, dizləri, burnu qanamışdı. Çox təəssüf. O meydançada çox yaralanan olub. Yəni bu da yəni çox böyük bir nəzərə çarpan bir durumdur. Ümid edirik ki, yəni Təhsil Nazirliyi bu haqqda tədbir görəcək. Yəni həqiqətən bu çox, yəni məncə təəssüf verici bir haldır. İndi isə mən sualıma qayıtmaq istəyirəm. Yəni sizcə burada bizim kitabın üzərində var, Mein Kampf kitabı, Hitler, Adolf Hitler, yəqin ki tanıyırsınız bu şəxsi. Sizcə bu şəxs yaşasaydı, yəni indi bu dəqiqə nələr olacaqdı? Çox qəşəng şeylər olacaqsa, sülh, belə dünyamız qəşəng olacaq. Sülh və əmin-amanlıqda yaşayacaqdı. Təbii ki. Yəni siz düşünürsünüz ki, Adolf Hitlerin bu gün olmamağı bizim bəşəriyyət üçün çox mənfi bir təsir bağışlayır. Amma özü Almaniyaya çox qəşəng təsir göstərdi. O qəşəng prezident oldu. Hərənin öz subyektiv fikri var, amma bunu da deyim ki, yəni o vaxtı 41-45-ci ildə Azərbaycana da yəni çox böyük bir mənfi cəhətdən təsir edib, yəni Adolf Hitler. Bunu haqqda bilirsiniz? Adolf Hitler Azərbaycan? Bəli. Niyə? Qonaqlarımıza çox təşəkkür edirəm gəldiyi üçün. Çox sağ olun ki, vaxtınızı bizə ayırdınız. İnşallah növbəti görüşlərə dək.